Hər vaxtınız xeyir olsun. YouTube, Instagram və TikTok hesablarımı takib edib, videonu bəyənib dostlarınızla paylaşmağı unutmayın. Tənliyin köklərindən biri -6 olarsa, köklərinin kvadratları cəmi bizdən istəyirlər. Yəni, x1 kvadrat üstəgəl x2 kvadratı bizdən istəyirlər. Bir də onu qeyd edeyim ki, bu sual 11-ci siniflərə güvən buraxış imtahanında salınıb. İndi gəlin, köklərindən biri -6-dır. X-in yerinə -6 qoyaq. -6-nın kvadratı çıxılsın, -6 vurulsun. A üstəgəl 2, üstəgəl A açıq 13. Bərabər 0. -6-nın kvadratı 36. 36. Burada 2 dənə mənfi müsbətə çevriləcək. Olacaq, üstəgəl 6-nı A-ya vururam 6A, 6-nı 2-yə vururam 12. Üstəgəl A açıq 13. Bərabər 0. 6-nın üstünə 1, 7 dənə A. Sonra 36-nın üstünə 12, 48. 48-dən 13 çıxarıq, 35 qalar. Bərabər 0. A-nı tapmaq üçün 0-dan 35 çıxarıq, -35. -35-i 7-yə bölərik, -5. A-nın qiymətini -5 tapdıq. İndi aparıb yerinə qoyacağıq. Baxın, burada aparıb A-nın yerinə -5 qoyacağıq. Olacaq x kvadrat, -5-in üstünə 2 gələrik, -3. Qabaqda da mənfi var, müsbət 3-ə çevrildi. -5-dən çıxarıq 13-ü, -18. Bərabər 0 qaldı. Və burada biz kökün biri -6-sə digər kökü tapa bilərik. Viet teoremindən istifadə edə bilərik rahatlıqla. Köklər hasili biz bilirik -18-dir. Kökün biri -6-dırsa, məsələn bu -6-dırsa, kökün digərini tapanda -18-i -6-ya bölərəm 3. Kökün biri 3-dür və kökün biri -6-dır. x1 kvadrat üstəgəl x2 kvadratını tapırıq. Yəni, nəticəni burada yazım. -6-nın kvadratı üstəgəl 3-ün kvadratı. 36 üstəgəl 9. Düzgün cavab 45 olar.